Salamlayıram sizləri məşəsində Seydər Hüseynli. Veteranlar Liqasında günün maraqla gözlənilən mərkəzi qarşıdurmalarından biri Zülfiqar və Xəttaiyə komandaları qarşılaşır. Artıq oyunun ədalət təmsilçisi Kənan Əsədov startini səsləndirilib. Buralar arzulayır ki, komandaya bol qol haqqı ədaləti gözəl bir masliyə. Ən əvvəla heyətləri təqdim edəcəyik. Zülfiqar komandasına yetir belədir. 12 Hüseyin Məmmədov, 7 Rüstəm Balaşiyev, 5 Fərid Məmmədov, 77 Mehdi Əzimzadə, 10 Xəqani Məmmədov, Qalkiper 1 Vaqif Məmmədov, 12 Mahir Əliyev. Xətai komandasında isə yetir belədir. 11 Sənani Abdiyev, 1 Qalkiper Kənan Məmmədov, 19 Kənan Bədəlov, 13 Cahid Şəfaqətli, 6 Kərim Qarayev, 23 Orxan Sabirbəyli, 77 Elşad Hacıyev, 7 Qadir Mustafayev, 17 Yunis İsayev. Meydanda mübarizə aparan ənəf olaraq göylü formada Xətai komandası, rəqibi isə ağlı formada Zülfiqar komandasıdır. Bugün günün 2 mərkəzi qarşı durması var demək olar. Onlardan biri baş tutur hal-hazırda. Və müdafiədə Kobul səs, Sənani Abdiyev, Belə bir fürsət əldən qaçır. Mahir. Oyun bərpa olunur, yenidən oyuna davam. Mehdi Əzimzadəyə ötürmə keçmədi Kərimdən. Mahir. Sağ Rüstəm Balaşiyev. Mahir qazanır topu. Sol saha Fərid Məmmədov. Fəxrəziyev, təşəkkürlər. Qadir. Uzaq məsafədən zərbə qapının üzərinə yollandı. Hoş gəlmişsiniz. Təşəkkürlər, minnətdaram hədiyyə üçün. 6 yeni yetirilir Xətai komandası tərəfindən. Geriyə doğru ötürmək əldi. Kərimdən sağ saha. Kənan. Yenidən Kərim. Hələ ki, nənənəvi paslaşmalarını edir Xətai komandasının oyuncuları. Özlüklə rəqiblərini üzərlərinə çəkib ani əks hücumlara çıxmaq istəyən komandadır. Xətai. Qüvvətli zərbə, mükəmməl reaksiyala gəldi bu qüvvətli zərbəyə. Süvari zərbə əmləsi Kənandan, amma uğursuz alınır. Hələ ki, masa hesabı açılmayıb. Uğursuz bərabərlik hökmsüz oyunda. Fərid Məmmədov. Ötürmək əldə qarşılanır top. Fəxrəziyev, təşəkkürlər, minnətdarıq. Təşəkkürlər Fəxri bəy, minnətdarıq. Qadirdən sol saha ötürmək əldi. Xəqani Məmmədov geriyə çəkilir. Yayımı izləyişən dəyərli izləyicilərimiz, ekran bəyənləri və canlı yayın paylaşımları, əsasən paylaşımlar
qədər önəm kəsb edir və bir də azdan çoxa fərq etmir. Yayımda həcə aktivliyi artıq TikTok alqoritmasında çox önəmli amildir. Çox önəm kəsb edir, mütləq şəkildədir yayımın aktiv olması üçün. Olarsa Fəxri bəy tək, Fəxri bəy qədər də olmasa belə azından belə olsa yayımın aktivliyinə çox xeyirdir. İndidən hər birinizə təşəkkürlər. Xəqani Məmmədov preskin əsasında topu qazandı. Məmmədov geriyə çəkilir. Ceyhan ötürmə gəldi. Mehdi Əzimzadə tapan oynayır. Xəqani Məmmədov, Reyd uğurlu alınır. Məmmədovun zərbəsinə blok qoyulun. İndi əksü məmləsi gələcək. Qətay komandasına Qadir çəkdi. Sağ ayağına Qadirdən zərbə. Yenə qapısı xilas edir. Yenə imkan vermədi qalkiper. Vaqif Məmmədov. Şahanın zərbəsinə blok qoyulur. Mehdi Əzimzadə. Qadir geriyə çəkildi. Sol sınaqda Sənani Abdiyev. Səkkizinci dəqiqə keçədə alınmışıq. Maçda hesab açılmır. Qolsuz bərabərliyi var. Mehdi Məmmədovdan sol sınağa Fərid. Adi epizodda topu itirir. Sənani Abdiyev. Qadirdən yenidən sağ sınağa. Mahir. Tümə qarşılandı. Hava ötürməsi Xəqani Məmmədov yenə də əla ram edir. Zərbəsini də indirdi Kənan. Kənan vermir qalkiper Kənan. Hər şey qapısının soy ismi Məmmədovdur. Vaqif Məmmədov və Kənan Məmmədov qarşılaşdırması. Məmmədovların qarşılaşdırmasını izləyib, belə desək daha doğru olar. Yoktu bir tane. Kərimdən sağ sınaq ötürmə gəldi. Xan yenidən sol sınaqla oynayır. Qadir. Sənani Abdiyev yanında yenidən Qadir. Fərid Məmmədov imkan vermir ona. Out. Cənana qarşı qayda pozuntusu var. Hakim saxladı oyun.
Şöyle geldi ötürmə sahasına ha. Uysuz bir həmlə oldu. Məmmədov sol cinahda Mahir geriyə çəkildi. Kərim Xətaydan əksü məmləsi Sənani Abdiyev. Abdiyev də qüvvətli zərbə qapının üzərindən yollanır. Hal-hazırda. Artıq bu cihazımız yavaş-yavaş başın qoyur deyirlər dildə. İl yarım tab gətirə bilir. Açıq. Düzəlib bəs. Hal-hazırda. Sənani Abdiyev. Kərim. Sağ cinahda Kənan. Və out. Kərim sol cinahla oynadı. Qadir və son anda kritik müdaxilə etdilər. Sənani Abdiyev zərbə endirməyə, fərqlənməyə hazır vəziyyətdə idi. Alt yeni yetirilir. Türmə ileriyə doğru Qadir. 2 nəfərin arasında tək başladı Qadir. Topu aldılar ondan. Mehdi Əzimzadə. Əzimzadə Kənanı belə zərbələrlə dəf etmək çox çətindir. Time-out ayrılır bir qədər. Time-out yeşanlaşı yenidən oyuna davam. Sənani Abdiyev sol cinaha. Qayda pozulub. Futbol 2027. Statusda paylaşmışıq. Buyurub izləyin. Görəcəksiniz şərtləri. Türmə zərbə meydan sahasına qarşılanır top. Kənan. Ruslu alınır çəkdi. Məmmədov. Sağ cinahda Bakıyev. Xəqani Məmmədova dəqiq götürmə alındı. Xəqani. Kərim amansız təzyiq göstərir. Blok qoyuldu zərbəyə. Sənani Abdiyev əksuma çıxardır Xətai komandasına. Abdiyev gözəl anları idi. Cinahı dəyişdi. Orxanda da top. Qadir. Yanında Abdiyev oynadı. Artıq oyunda ilk yarının üstəki hissəsi geridə qalıb. Demək olar. Xəqani Məmmədov. Çox çətindir bu oyuncuya qarşı mübarizə aparmaq. Azərbaycan futbolunun dahi korifeylərindəndir. Məmmədov təcrübəli, məşhur sima. Yaşlanmaq bilmir. Mübarizələrə davam.
cavan oyuncularla necə oyunlar nümayiş etdirir. Turnirlərdə bombardirlik, məhsuldarlıq komandaya hər zaman xeyir verir. Qatilin zərbəsinə blok qoyulur. Corner. Aleyküm salam, yeni gələnləri salamlayırıq, xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Gün zərbəsi düzgün yerinə yetirməliyi üçün rəqibə təhvil verilir top. Məmmədov. Cristiano Ronaldo, Ronaldinho sayağı ötürmələr izləyir ondan da. Qadir. Qarpası yaxşı alındı. Kərim, Orxan sağsına, Qadirin top ayağına oturmalı. Xəqani Məmmədov. Nəhayət topu ala bildilər ondan. Orxana qüvvətli zərbə gəlir. Vaqif Məmmədov ikinci cəhdə topu tutur. İləriyə doğru uzun ötürmə. Xəqani Məmmədov. Elrom etdi, amma zərbə qeyri-dəqiq alınır. Çox möhtəşəm ram eləmişdi topu. Azazlıq fərqlə top qapıdan aralı keçdi. Rüstəm, Balakşev, Xəqani Məmmədov! 1-0 hesab açılır. Mərkəzi qarşı durmada nəhayət ki hesab açılır. 10 nömrə Xəqani Məmmədov tərəfindən. Zülfüqar 1, Xətay 0. Topsa. Reydi uğurludur. Blok koyuldular Kərimin zərbəsinə. Hazırda Zülfüqar komandası 1-0 hesabı ilə öndədir. Xətai komandası ilə mübarizədə. Hakim tavan deyir bu epizodda. Rüstəm Balakşev çıxardır top meydandan. Kənan yerdə qalıb. Əhsən Rüstəm. Tümə geriyə doğru Vaqif. Yanında Mehdi Əzimzadə. Necə Mehdi Əzimzadənin özü də, həmçinin övladı da DFM komandasına çox gözəl oyun nümayiş elətdirir. Yeni transfer olmayıbsa başqa komanda. Ən son biz Dini futbol məktəbində görmüşük onun övladını. DFM komandasının 7 nömrəsi Yusuf Əzimzadə. Məsələ bizim yayımlarda uşaq turnirləri başladıqda, Respublika çempionatları başladıqda yayımlarımızda görəcəksiniz mütləq şəkildə onun övladında. Kənana qarşı Rüstəm Balakşev qaydan pozub. Bəli, elə məsələ indi dəqiqləşdirdiyi atasından ki, ata Ulus Futbol Akademiyasına transfer olub. Bu il səhv etmirsə U10 liqasında mübarizə aparacaq. Orada zərbə qeyri-dəqiqdir. Türmə sağ-sağa. Orxan.
Outdadır top. Qadir yanında Orxan bir qədər geriyə çəkildilər. Alınmadı, hücum uğursuzdur. Türmə mərkəzə Mahir geridə götürmə etdi. Qadirdədir top. Xəta hücumda Qadir! Qapı dirəyindən qayıtdı, qüvvətli zərbə. Hücum davam edir. Out. Yenidən Qadir. Yoxlamağa çalışdı, amma artıq zərbə mövqeyi açıq deyildi. Top Kərimdədir. Qadir. Var pası Kərimlə. Sol uzaqda Orxan qəbul etdi. İkinciden zərbə. Xətai komandasının oyunçuları yerinə yetirəcək. Kərimi görür 6 nömrə topun gerisində. Qadirin önünə düşmüşdü top, amma toxunuş edə bilmədi, zərbə indirə bilmədi. Mehdi Əzimzadə gözləyir. Tələsmir. Hesabda öndədirlər 1-0. Gözləyir rəqibinin üzərinə gəlməsini. Vaqif Məmmədov irəliləmək lazımdır. Bir də risk etməməyə çalışır. Qapı boşdur. Sənani Abdiyev. Abdiyev yoxladı amma uğursuz alınır. Və beləliklə hakim də birinci hissəni yekunlaşdıran fiti səsləndirir. İlk hissəni Zülfiqar komandasının 1-0 üstünlüyü yekunlaşdırdı. Xəta ilə mübarizədə qısaca fasilədən sonra ikinci hissədə görüşəcəyik. Hələlik. Bir də vaxtınız xeyir olsun, dəyərli futbol sevərlər. Avtomasa ikinci hissə start götürdü. İlk hissəni mərkəzi qarşı durmada 1-0 Zülfiqarın üstünlüyü ilə yekunlaşdırdıq. Xəta ilə mübarizədə baxaq görək. Həlledici hissədə geri dönüş həmləsi uğurlu olacaqmı Xətaydən? Yoxsa Zülfiqar komandası üstünlüklərini qoruyaraq 3 xallarına qazana biləcəkmi? Bunu biz artıq son fitə qədər ilerləyən dəqiqələrdə şahidi olacaq. Vaqif Məmmədovun ötürməsi öz həmkarına gəldi, çatdı top. Qatildən solsuna ha. Elşad Hacıyev Qadirdən ötürmə, tapanla zərbə, Vaqif imkan vermədi. Xəqani Məmmədov Məmmədovdan sağsına ha, Mehdi yanında Balakişev oynadı. Özləyir Rüstəm. Rəqibinin üzərinə gəlməsinə Xəqani Məmmədov. Sərbəst zərbə təhlükəli var idi ona qarşı, amma yenə də mübarizəyə davam elədi. İkili canlı sət qurulub. Mehdi Əzimzadə topun gerisində zərbə indirdi və Kananın qapısında diqqətlidir. Elşad irəliyə doğru Orxan. Out. Vaqif Məmmədov kapitanı ilə oynadı Fərid. Al. Rüstəm Balakişev. Al.
Məmmədov zərbə indirdi. Kənan imkan vermir. Kənan dəf edir. Korner. Yüngül bir toxunuş lazım idi Rüstəmdən. Çox cüzi bir toxunuş. Topun qapıya daxil olmasına. Epizodda Zahid topu qəbul edə bilmir. Out. Zülfüqarın. Kənan pauza elədi. Zahidi topu aldılar ondan. Məmmədov indi topada sözünü ötürmə. Xəqani Məmmədova qarşı Şoludlov Zahid tərəfindən. Sarı Vəliqə Zahidin pasivinə. Təhlükəli nöqtədən zərbəsi yerinə yetirilir. Zülfüqar komandası tərəfindən hal-hazırda da Zülfüqar 1-0 hesabı ilə öndədir maçda. Xətailin barəsində üstü canlı sədd qurulub. İşarə gəldi. Fərid Məmmədov sahasına ötürmə və Xəqani Məmmədovun zərbəsi qapıdan aralı keçdi. Elşad. Sol sınaqla oynadı. Orxan. Fol qərar var. İşarə gəldi və Elşad gəlişinə zərbəsə blok qoyulur. Fərid Məmmədov. Kənan. Orxan isə oradan əgər fərqlənsəydi möcüzəvi bir qol olardı. Toxunuş edə bilmədi. Kənan qarşıda götürməni. Qadir. Üstdən topu aldı, sonrasında itirir. Zahiddən çox təhlükəli zərbə idi uzaq altılığa doğru. Evet. Ara ötürməsi qarşılandı. Mehdi Əzimzadə. Out. Rüstəm Balakişiyev. Mehdi. Hürməsi olsun ha. Fəridin zərbəsinə blok qoyulur. Eksusu məmləsi gəldi. Qadir ötürməcər meydan sahasına. Kənan. Toxunuş edə bilmir. Bu profillə gələn də sənsən. Parayla ötürmə sahasına ha. Rüstəm Balakişiyev. Sağ uzağa ötürmə. Qadir atdı topu önünə. Sol sağ oynanır. Xal və gol! 1-1 olur hesab. Mərkəzi qarşıdurmada nəhayət ki Stavs gol gəlir Xətai komandasından. Rüstəm Balakişiyev. Mehdi. Oxlandı zərbə. Sen kendi sağa düş, kendi sağa düş.
Mehdi Əzimzadə. Gözləyir. Rüstəm Balakişiyev. Vaqif. Birbaşa zərbə qapının üzərindən yolla. Cahid mərkəzdə oynadı. Kərim. Sağ saha. Elşad. Burxan Molotov. İleriye doğru uzun ötürmə və Xəqani Məmmədov çatdırır özünü. Ötürməsini də etdi, amma rəqibi qarşılayır topu. Rüstəm Balakişiyev. Uzun ötürmə, top qapısında qalır. Kərimdən sağsına Orxan. İndən Kərim. Blok qoyulur zərbəyə. Qadir çəkdi ayağına, indirdi zərbəni, qaydan topu, daha bir zərbə, yenə Vaqif. Hər iki cəhətdə Vaqif Məmmədov dəf edir. Solsuna ötürmər, Rüstəm Balakişiyev bir yerə səviyyəsiz ram etdi topu. Elşad. Yaxşı sıyrıldı rəqibinə, ötürbəsi Kərimə, çəkdi sağ ayağına, blok qoyulur, zərbəsinə hücum davam edir. Daha bir zərbə Elşaddan. Səs verən ağa keçir. Kenan topla. Vursuz ötürmə oldu. Fərid. Top Mehdidə. Daha doğrusu Mahir idi bu. Güzel zərbə. Uzun ötürməyə qapının üzərinə yollandı. Time-out ayrıları bir qədər. Time-out yekunlaşdı, yenidən oyuna davam. Ötürmə ileriyə doğru. Uğursuzdu cəhd. Rüstəm Balakişiyev. Cəqanov ötürməsi Mehdi Əzimzadənə qədər çalışdısa, top meydanda saxlaya bilmədi. Qadir topladı.
Top altda. Sənani Abdiyev yenidən alıb yerinə yetiriləcək. Abdiyev Solzunha, Elşad Bareli ötürməsi Qadirə. Həkim mərkəzi qarşıdurmada hesab 1-1'dir. Tarazlığı pozan yoxdur masda. Abdiyev Kənal Keçmədə Xəqani Məmmədovdan ötürmə. Qaptan zərbə ilə top oyuna daxil olunacaq. Sənani Abdiyev Xətai komandasına dair üçün mərmisi istəyə bilərək. Sol olsun ötürməsini etdi Kərim. Əşəzli oynadı. Qadir bir Cədondan zərbə indirir. Top qapdan yan keçdi. Mahir topla. Tapan ötürməsi uğursuz cəhdə alınır. Zahid topu uğurladı orada rəqibindən, amma topu aldılar sonrasından. Divar pası Kərim və Rüstəm Balakişiyev. Vaxtında kritik bir müdaxilə edir. İndi Xəqani Məmmədov Sənani Abdiyev top aldı ondan, ötürməsini edir. Zahid Kərimdə də top, Xətai hücumda. Sağ Zaha qüvvətli zərbə və gol! Geri dönüş gəldi Xətai komandasından 2-1 olur hesab. Qadir nəhayət ki o qüvvətli zərbələrə qadir olduğunu sübut edir. Dəfələrlə yoxladı. Vaqif Məmmədov imkan vermirdi ilk hissədə ona. Bu dəfə top tora qovuşur. Mərkəzi qarşı durmada. Tarazlığı pozan qol gəlir. Mühtəşəm müsaadədən qüvvətli zərbə. Korner. Fərid Məmmədovun zərbə endirməsini imkan vermədilər. Xətai komandasına əksü məmləsi gəlir. Kənandan sağlısına ötürmə. Sənani Abdiyev çox atdı önünə. Çox atdı önünə. İstədiyi kimi ram edə bilmədi. İndi Mahir topladı. Öz nahil oynayır. Xəqani Məmmədov əla çevrilir. Məmmədov reydləri mükəmməl alınır. Qayda pozulur. Qayda pozulur Məmmədova qarşı. Çox da oyun var. Təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetiriləcək. İndi isə hesabı bərabərləşdirmək üçün cəhdlər gələcək. Bərabərlik qol axtarışında olan Zülfüqar komandasıdır. İşarə gəldi Mehdi Əzimzadə topun yerisində. Əzimzadə ötürməsində etdi Mahir. Və qaptan zərbə. Kənan Məmmədov top oyuna daxil edir. Solzuna ötürmə. Yeni gələnləri salamlayırıq. Xoş gəlib, səfa gətirmişsiniz. Təşəkkürlər. Bəli, bir qədər texniki səbəblərdən dolayı gecikmələr var. Bir yarım saat rahat maçlarda gecikmələr var. Yarım saatdan artıq çox oldu. 40 dəqiqəyə də keçib. Hazırda mərkəzi qarşıdurmada günün ilk mərkəzi qarşıdurmasında hesab 2-1-də Xətai öndədir. Aşırılmaz zərbə qapının üzərinə yollandı. Bu maçdan sonra isə günün növbəti maraqlı maçı Zəfər və Bakı Şahinləri arasında keçiriləcək, canlı yayımlanacaq. Türməsi olsun Mahir. Xətaidən əks hücum yenə gəlir. Abdiyev keçə bilmədi Balakişiyev və Xəqani Məmmədov.
Son toxunuş elə Xəqani Məmmədovun özündəndir. Aranızda səhifəmizi hələ də izləməyə almayanlar varsa, səhifəni izləməyə alın. Çünki gecə vaxtları əsasən bizdə Futbol Mobile 2027 turnuvaları keçirilir. Futbol həvəskarları, mobil oyun həvəskarları bizim turnuvalara qatılıb mükafatlı turnirlərdən yararlana bilərsiniz, iştirak edə bilərsiniz. Məsələn, bugün 03:00-da canlı yayın start götürəcək. Mükafatlı turnuvalar. Qatılmaq istəyənlər səhifəni izləməyə alın. Biografidə nömrəyə yazın, şəxsidə sizlərə qrupun linkini göndərək. WhatsApp qrupunda bizim e-futbol ailəsi qrupuna daxil olun. Xəqani Məmmədovdan sahasına ötürməyə Mahir. Üçüncüdən zərbə mi? Yox, xeyr, qapıdan zərbə işarə edir hakim. Qadirdə də top. Tarazlığı pozan oyuncu keçdi bir rəqimlə Qadir. Ötürmə isə keçmir kapitan Fərid Məmmədovdan. Qaydanla pozu Fərid ona qarşı. Zərbə qapının üzərinə yollandı. Bəhnam Bey də artıq gəldi. Bəhnam gəlirsiniz bugün. Oy, çox qüvvətli zərbə endirilmişdi uzaq məsafədən. İndi sahasına ötürməyə Mahir. Bir riskli, lakin soyuqqanlı reyterdir. Ən sonuncu oyuncu da indi topun içinə yol verdi. Xətai komandasına hücum əmrəsi. Sənani Abdiyev uzaq altılığı düşünmüşdü, lakin top çərçivədən asazlıq fərqlə yanı keçir. 3-1 etməyə yaxın idi mərkəzi qarşı durmada hesabı. Artıq yenə də müdafiə xətti səhvlərə yol verir. Abdiyev ötürməsi keçmir. Mehdi Əzimzadədən top meydanı tərk edir. Top Orxanda da uzaq məsafədən ötürmə idi bu. Ötürmə xarakteri daşıyan bir zərbə də adlandırmaq olar bunu. Top Mahirdə yanında Balakşi, Sozna, Xəqani Məmmədov. Yenidən Rüstəm Balakşiyev, Fərid Məmmədovdan top. Məmmədovdan zərbə blok qoyulur. Out yerinə yetirilir. Yenidən Fərid. Daha bir qüvvətli zərbə yaxın küz bağlanıb. İndi Xətai komandası ekstrasına çalışır. İndi topun içinə yol verdi. Zahid ötürmə. Xəqani Məmmədov. Ay. Daha bir həmlə davam edir. Bloklanır zərbəli oyuna etirazlar var. Uzaqlaşdırır müdafiəçiləri. İndi Xətai komandasına ekstrasına həmləsi. Kənan topladı. 2-1 gəlmişdilər. Kərim qapı boşdu. Ötürmə gəlir amma zərbə indirən olmadı. Vara baxılacaq. Az öncəki epizoda görə mütləq şəkildə vara baxılacaq. Əl oyunu olarsa hesab bərabərləşə bilər son dəqiqələrdə. Və vara baxıldı. Penalti yoxdur. Və vardan gələn qərar penalti deyil. Penalti yoxdur bildirir sağ sınaqda. Zərbə indirilir. Gol! Mehdi Əzimzadə penalti olmasın. Belə fərqlənər edir ki, getdi hesabı. Hesab bərabərləşir mərkəzi qarşı durmada. Status qolu gəlir 77 nömrədən. Zülfüqar komandası geri döndü. Maç yenidən başlayır. Penalti ehtiyac yoxdur deyir. Daha bir əmrə gələ bilər. Ötürmə ünvansızdır. Qaptan zərbə ilə Kənan Məmmədov top oyuna daxil etdi. Orxan topladı. Orxan Sabirbəyli yanında Məmmədov, Soznaha, Kərim. Ötürmə dəqiqə alındı. Qadir topladı və son toxunuş Mehdi Əzimzadədəndir. Paralel ötürmə gəldi Kənan istiqamətində. İndi Xətaydan daha bir dalğa gələ bilər. Ara ötürməsi çox əla görmüşdü, amma bir qədər onu gerisinə doğru ötürmə idi. Kənan tərəfindən önünə doğru ötürmə olsaydı çox təhlükəli bir epizod yarana bilərdi. Hətta bəlkə də 3-cü gol gələ bilərdi Xətaydan. Out yerinə yetirilir. Ötürmə qarşılandı. Hücum davam edəcək mərkəzdən.
Kənan. Qayda ponusu yoxdur, bilir hakim. Xəqani Məmmədov o topu necə götürdü oradan? Yox, var. Var, amma Zülfüqar komandasının lehinə qərar verildi. Qadir tirdi topu. Hakim üstünlük prinsipinə əməl edir. Sürüşmə fəndi olmaz. Belə epizodlarda Xəqani Məmmədov ötürmə Mehdidən zərbə gəlir. Qaydan top var. İmkan vermədilər müdafiəçilər. Mehdi Əzimzadə sarsına Mahir. Mahir və bu epizoddan sonra hakim final səsləndirir. Mərkəzi qarşı durma sülhlə, dostluqla bitirdik. 2-2 bərabərliklə biz də reportajımızı bu maraqlı maçdan sona çatdırırıq. Oyun boyunca sizləmə edim şəxsiniz Heydər Hüseynli. Növbəti oyunlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.